Mən hesab edirəm ki, onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunması birdən-birə baş verməyəcək. Çünki bu çox ağır bir maliyyə tutumlu sahədir. Hissə-hissə, pillə-pillə bunu həyata keçirmək lazım gələcək. Ola bilər ki, uşaq onkologiyasından başlansın. Bilirsiniz ki, uşaqlarda da bədxəstəliklər təsadüf olunur. Uşaq onkologiyasından başlansın. Ondan sonra ola bilər bu xəstələrin və adlarını çəkdiyim dərman təchizatından, o yüksək maliyyə tutumlu dərmanların alınıb gətirilməsindən və xəstələrin bu dərmanlarla təmin olunmasından başlayaq. Ondan sonra isə digər sahələrə baxmaq olar. Ancaq mən əminəm ki, qısa bir müddətdə onkologiya sahəsi də, onkoloji xəstəliklər də icbari tibbi sığorta ilə əhatə olunacaq.